Axşamınız xeyir əziz şagirdlər. Biz bu günləri sizlə onlayn sınavda işlədiyimiz testlərə baxacağıq. Mütəkkil sözündə tələffüz ikinci K-mız G samitinə keçir, amma bir K-mız var deyə cavab B variantı deyil. Ümumiyyətlə qoşa samitlər ki var, qoşa K-lar, qoşa Q-lar, qoşa T-lar, bunlarda samit dəyişir. Samitin biri olduğu kimi qalır, biri dəyişir. Özünün qarşılığına keçir. Burada da samitin biri olduğu kimi qalıbdır. Yəni Q samiti işlənibdir. Bizə lazımdır ki Q samiti işlənməsin. Mükafat sözündə söz necə varsa elə deyilir, C variantda getdi. Hakim sözündə də Q olduğu kimi qalacaq. Sözümüz ümumiyyətlə dəyişmir. Amma təşkilat sözünün tələffüzü isə təşkilat olacaq. Yəni Q-mız Q samitinə keçdiyi üçün bu sözdə Q samiti yoxdur. Cavabımız A variantıdır. Deyir ki, hansı cümlədə incə saitlərin hamısı işlənmişdir. Biz bilirik ki, 5 incə saitimiz var. E, Ə, İ, Ö. Bir də Ü. Bizə lazımdır ki, bu incə saitlərin hamısı işlənsin. Baxaq, çoban sürünü dağa tərəf apardı. Burada bir Ü, bir də ki, Ə incə saitləri işlənib. Qalan 3 dənəsi işləməyibdir. Bu getdi. Böyük insanlar elmə biganə qalmazlar. Ö də var, Ü də var, İ də var, E də, Ə də. 5 samitin 5-i də var. Cavabımız B-dir. Alpərənlər yurdudur bizim yurdumuz. Ə saitimiz var, İ saitimiz var. Cəmi 2 incə saitimiz var. C variantı getdi. Axşam olmuş, şəhər rəngarəng işıqlarla bəzənmişdir. Burada ancaq Ə saitini görürük biz. Bir də İ saitini. 2 saitimiz var. İncə. D variantda getdi. Sözlərin biri amonim olmaqla həm də çox mənalı sözdür. Sapın sözü çox mənalı deyil və sapın sözün amonim mənası da yoxdur. Ağız sözü çox mənalı sözdür. Məsəl üçün deyə bilərik ki, qapının ağzı, bir də insanın ağzı. Bu çox mənalıdır. Lakin bunun amonim tayı yoxdur. Yəni amonimliyi yoxdur. Yoxsa amonim belə ola bilər ki, çiçək su çiçək xəstəliyi var, çiçək xəstəliyi. Bir də gül kimi. Amma xüsusi isim kimi çiçək sözünün amonimliyi yoxdur. Çünki demişdik ki, ümumi və xüsusi isim kimi işlənə bilən sözlərimiz amonim olmur. Lakin çiçək sözünün çox mənalığı heç yoxdur. Yerdə qalır dil. Dil bir deyə bilərik ki, pianinanın dilləri, bir də insanın dili. Bu mənada çox mənalıdır. Bir də var ki, dil Azərbaycan dili. Azərbaycan dili bu mənada amonim hesab olunur. Bir də ki, dil insanın orqanı. İnsanın orqanı və oxuduğumuz Azərbaycan dili bu artıq hesab olunacaq amonim söz. Yəni dil sözünün həm çox mənalığı var, həm də amonimliyi. Deyir ki, hansı cərgədəki sözlərin leksik mənası yoxdur. Bilirik ki, köməkçilərin leksik mənası yoxdur. Dünya, içində yaşadığımız yer, aləm, cahan, səma sözü, göy üzü. Kitab oxuduğumuz vəsaitdir. Yəni bir dənə də olsa varsa, biz onu çıxırıq. Dəniz, su hövzəsidir. Bu da getdi. Amma axı, kaş, dək, bunların heç birinin leksik mənası yoxdur. Bunlar hər biri köməkçidir. Cavab C. Cərgələrdən birində K hərfidir ardıcıllıqla Q, G və X səslərini ifadə edir. Şəkil sözündə birinci gəlib K. Bitki sözündə ikinci gəlib G, bitki olur. Çiyələk də çiyələx kimi tələffüz olunur. Bizə ardıcıllıq lazımdır, cavabımız elə A-dır. Gəldik biz buna. Birincisi gəlir 8, bir K-dır birinci. Birinci K-mız olduğu kimi qalır, ikincisi keçir G-ya. Kompüter də artıq keçir K-ya. Bizə K səsi lazım deyil, axı X səsi lazımdır. B ona görə getdi.
Konferans sözündə birinci samitimiz K kimi tələffüz olunur. Bizə lazımdır ki, birincisi Q səsi versin. C də ona görə getdi. Məktəb sözündə birincisi Q səsi verdi. Təşkilat, ikincisi təşkilat olur, Q səsi verdi. Amma sakit sözündə Q necə varsa elə qalır. Xıştırıq səsi vermir deyə D də getdi. Deməli, cavabımız A oldu. Şəkil sözündə Q, bitki sözündə bitki olur Q, çiyələk sözündə xıştırıq, çiyələk. Mətnə baxaq. Dağların zirvəsində dolaşan qara buludlar sıxlaşıb ətəyini sallamışdı. Havadan yağış qoxusu gəlirdi. Adil o başdan kəndin ətəyindəki yolda dayanıb minik gözləyirdi. Birazdan çəntiskin içindən çıxan bir motosiklet Adilin yanında dayandı. Onlar kənddən aralanıb çaylağa inəndə motosiklet yavaşladı. Gördülər ki, qabaqdan çaylağa bir öküz arabası enir. Araba gübrə aparırdı. Gübrənin üstündə oturan iki qız arabanın yan tərəfindən yapışmışdı. Günəş buludların arxasında görünməz olmuşdu. Araba çaylağın ortasına çatanda yuxarı tərəfdən tanış olmayan gürültü eşidildi. Qızlar bunun nə olduğunu anlamamış, bayaqdan qupquru olan çayın yatağı bir anda su ilə doldu. Öküzlər hürküb yerlərində vurnuxmağa başlamışdılar. Heyvanları belə görən qızlardan biri özünü itirmədi. Ayağa qalxaraq əlindəki çubuqla öküzləri sahilə doğru yönətməyə çalışdı. Heyvanlar deyəsən onu anlamışdılar. Var gücləri ilə arabanı sahilə çəkməyə başladılar. Qız bayaqki yerində oturmağa çalışdı. Birdən selin növbəti dalğası qızı yarpaq kimi arabadan qopardı. Bayaqdan sahildən təlaşla arabadakiləri izləyən Adil özünü selin qoynuna atdı. O var gücü ilə qıza doğru üzürdü. Suların qoynunda oyuncağa çevrilmiş qıza çatmaq asan değildi. Adil selin gətirdiyi daş kəsəyin ona çırpılmasına əhəmiyyət vermədən inadla suları yarırdı. Axır ki, nöqtələr. O indi qızla birlikdə sahilə can atırdı. Sahil daşları sürüşkən idi. Sudan çıxmaq mümkün değildi. Nəhayət ki, qayadan çaya doğru əyilmiş söyüdün budaqlarından tutmağa müvəffəq oldu. Motosikletçi oğlan da sahildən onun köməyinə çatdı. Adil gözlərini açanda özünü çarpayıda gördü. Təlaşla tibb bacısından qızı soruşdu. Tibb bacısı qızın özünə gəldiyini dedikdə o rahat nəfəs aldı. Bizə lazımdır ki, bütün sözlər həqiqi mənada işlənsin. Baxaq birinciyə. Dağların zirvəsində dolaşan qara buludlar sıxlaşıb ətəyini sallamışdı. Buludların ətəyi olarmı? Bilirik ki, ətək qadınların geyim növüdür. Buludun ətəyi olmaz. Bu məcazi mənadadır. Bir getdi. Adil o başdan kəndin ətəyindəki yolda dayanıb minik gözlürdü. Kəndin ətəyi. Yəni, əslində kəndin ətəyi kəndin sonu qutaracağı deməkdir. Kəndin ətəyi demək artıq bu məcazi mənadır. Gübrənin üstündə oturan iki qız arabanın yan tərəfindən yapışmışdı. Burada heç bir məcazi mənalı söz yoxdur. Dördüncü, öküzlər hürküb yerlərinə vurnuxmağa başlamışdılar. Burada da bir məcazi mənalı ifadə yoxdur. 3-dən 4-də. 5-ə baxaq. Heyvanları belə görən qızlardan biri özünü itirmədi. Özünü bir insan necə itirə bilər ki? Özünü itirmədi, yəni ki, özünü cilovlamağı bacardı mənasındadır. Özünü itirmək frazeoloji birləşmədir və frazeoloji birləşmə də məcazi mənalı ifadə hesab olunur. Deməli, bizim cavabımız 3-lə 4-dür. 3-4 B variantı. 6-cı cümləmiz burada. 6-cı cümlə burada yoxdur. Cavab 3-lə 4 B variantıdır. Sonra burada deməli yataq sözü, çayın yatağı buradadır. Qızlar bunun nə olduğunu anlamamış, bayaqdan qupquru olan çayın yatağı bir anda su ilə doldu. Çayın yatağı o deməkdir ki, yəni suyun açdığı böyük bir çuxur, çay sularının açdığı bir çuxur. Baxaq, Fərmanın qoyunlarının yamaç boyunca toplanmışdı. Fərmanın qoyunlarını yamaç boyunca toplamışdılar. Yamaç çoxlu yaşıllığın olduğu bir yerdir. Əlaqəsi yoxdur, yəni çuxur mənasını vermir. Daş kömür mədənlərində fəhlələrin həyatı ağır keçirdi. Mədən, yəni orada kömür çıxarılan bir yerdir.
çayın yatağı ilə əlaqəsi yoxdur. Çayın yatağı çuxur deməkdir. Daimi axar suların açdığı çuxur boyunca meşələr yayılmışdı. Bax, axar suların açdığı çuxur. Orada da çayın yatağı, yəni çayın açdığı çuxur mənasındadır. Cavab C-dir. Sonra 8-ci suala baxırıq. Deyir ki, çayda su az olduğundan dolayı qızlar oradan keçməyə qərar verirlər. Bu yanlış fikirdir. Ona görə ki, çayda su az deyildi və çayda sel yaranır. İkincisi, qızların arabası çaylağa motosikletdən qabaq enir. Baxaq. Yol gedəndə motosiklet yavaşmağa başlayır, yavaşlayır. Və daha sonra dayanır, motosiklet yavaşlayır. Görürlər ki, qabaqdan çaylağa bir öküz arabası enir. Araba gübrə aparırdı qabaqdan. Yəni ondan əvvəldən artıq çaylağa bir öküz arabası enirdi. Motosikletdən öncə enən bir araba var idi. Deməli, burada 2 doğru variantdır. Sel motosikletçini çaylağın ortasında haqlayır. Yox, motosikletçini yox. Adil arabadan yapışmaqla seldən xilas olur. Yanlış fikirdir. Ona görə yanlışdır ki, arabadan yox. Nəhayət ki, qayadan çaya doğru əyilmiş, söyüdün budaqlarından tutmağa müvəffəq olur. Söyüdün budaqlarından tutmaqla o, yəni ki, kənara çıxmağa bacarır. Arabadan yox. Ona görə də 4-cü də səhvdir. Öküzlər onları sahilə yönəldən qıza tabi olurlar. Bəli. Burada deyir ki, ayağa qalxa qəndəki çubuqlu öküzləri sahilə doğru çəkməyə başlayır və yönətməyə çalışır. Heyvanlar da deyəsən onu anlamışdılar, var gücləri ilə arabanı sahilə çəkməyə başlayırlar. Yəni, öküzlər onları sahilə yönəldən qıza tabi olurlar. Bu doğrudur. 2-5 cavab burada C-dir. 9-dan 10 açıq sualdır. Bir qədər də yəni açıq suallar çətin ola bilər. Adilin yola çıxması birinci giriş hissəmizdir bizim. Çünki nədən danışır? Adil o başdan kəndin ətəyindəki yolda dayanıb minik gözləyir. Deməli, minik gözləyirsə, Adil o başdan birinci olaraq yola çıxmış olur. Birinci olaraq 3-ü götürəcəyik. Daha sonra gözlənilməz bir fəlakət. Fəlakətin başlamağı nədir? Gürultunun qopmağı, gürultunun eşidilməyi. Qızlar bunun nə olduğunu anlamamış, bayaqdan qupquru olan çayın yatağı bir anda su ilə dolur. Öküzlər yerindən vurnuxmağa başlayır. Yəni, bu olan hissə artıq nədir? Gözlənilməyən bir fəlakət. Heyvanların daha sonra anlayış olan hissəsi var. Hardan? Məsəl üçün, öküzlərin bunu anlayaraq arabanı sahilə doğru çəkməyə başlamağı. Heyvanlar anlamışlar. Buradan da biz görürük ki, heyvanlarda müəyyən dərəcədə anlayış var idi. Daha sonra gəlir sahildən gələn əlavə kömək. Əlavə kömək, bəli. Adilin kömək etməsi. Selin qoynuna atılmağı, qıza doğru üzməyi. Bu əlavə köməkdir. Və Adilin nigarançılıqdan qurtulması ən sonda nəticə hissəsindədir ki, təlaşla tibb bacısından qızı soruşdu. Tibb bacısı qızın özünə gəldiyini dedikdə o rahat nəfəs aldı. Beləliklə o nigarançılıqdan qurtulmuş oldu. 5-i qeyd eləyəcəyik. 3, 1, 2, 4, 5 yazanlar düz yazıblar. Mətnin məzmununa və Adilin göstərdiyi rəftara əsasən onun xarakterini xarakterizə edən ən azı 3 müsbət xüsusiyyəti aşağıdakı boşluğa qeyd etmək lazımdır. Bax, biz 3 xüsusiyyəti təkcə qeyd eləyib, məsələn, yazsam ki, Adil inatkardır, bunu qarşısından qoymasam, mənim 20 balım yarıya düşəcək, olacaq 10 bal. Niyə? Çünki nəyə görə inatkardır? Mən onu əsaslandırmadım. Siz bunu yazırsınızsa, bunun qarşısından əsaslandırmasını da eləməlisiniz. Mətnin məzmununa və Adilin göstərdiyi rəftara əsasən onun xarakterini tamamlamaq lazımdır. Xarakterizə eləmək, 3 xüsusiyyət qeyd eləmək. Müsbət bir xüsusiyyət, xarakteri necə idi? Lakin fikir veririk ki, mən təkcə xarakteri yazmaqla qalmamışam. Xarakterin izahını da vermişəm, əsaslandırmışam ki, mən nə üçün belə düşünürəm. Adil inatkar idi. Niyə? Çünki daş kəsəyə baxmadan suları yarırdı. Adil mərhəmətli idi. Niyə? Mərhəmətli idi çünki başqa bir insanın həyatını xilas etməyə çalışır.
Cəsur idi. Cəsarətli idi. Güclü sulara qarşı mübarizə aparmağı bacarırdı. Fədakar idi. Gözünü açar açmaz qızın vəziyyətini soruşduğu üçün